Şamaxının Saqiyan kəndi var. Yəni məşhur kəndlərdən biri olub orada. Erməni kilsəsi də var, Müqəddəs Stepan kilsəsi. Saqiyan, Saqilər deməkdir də fars dilindən gəlir. Çünki orada etnik ermənilər yox, Armenotat deyilən, tat dilində danışan ermənilər yaşayıb ki, onlar da Urfadan, Zaddan köçmüş olan ermənilərdir. Bizim parlament müharibədən uzun müddət sonra belə fikirləşdi ki, bu Saqiyan yanla qutarı, bu baxıb deyəcəklər ki, bu ermənidir. Gənclər onu günəşli elədilər də belə çox dəxlisiz və bütün adından belə baxıb birdən başqa şey yadlarına düşər, başqa şey olar deyə dəyişdikləri nə qədər kənd var. Onlar da Şuşanın adını orada dəyişdilər. Şuşa elədilər, nə bilim, Karvaçar dedilər, Kəlbəcərə, Latını, Berzor filan. Onlar da şəhərlərin adlarını dəyişdilər və s. Bu Azərbaycanlıların xatirəsindən orada yaşadıkları vaxtları filan sildimi? Onlara olan məhəbbəti və yaxud nostalgini azaltdımı? Yox. Elə isə biz niyə elə fikirləşirik ki, Saqiyanın adını dəyişib Günəşli eləyəndə ermənilərin yadından çıxacaq ki, orada Saqiyan var idi. Belə